Salam, xoş qədəm xanım. Mən Abdullayeva Türkan atası qızı 1900 bilmirəm neçənci ildə fevralın 31 anadan olmuşam. Mən qohumlarımın əlindən televizora çıxa bilmədiyimə görə sizə belə video ilə müraciət edirəm. Xahiş edirəm, xoş bir qədəm xanıma kömək eləyəsiniz. Yox, size başlaşmayın, qohumlarımızla da axtarmıram. Nə də atam axtarmıram, atam yanımdadır, anam da yanımdadır, çox şükür. Mən qohumlarımı itirmək istəyirəm. Xoş qədəm xanım. Bütün qohumlarımı itirmək istəyirəm. İstəyirəm ki, mənim heç bir qohumum olmasın, onları axtarıb tapa bilməyim. İtirim hamısını, heç birine xəbərim olmasın. Xoş qədəm xanım. Çünki mən bütün qohumların əlində daha boğaza yığmışam. Çünkü beni boğaza yığıflar da. Biri deyir buraya qarşını alma. Biri deyir bığını el vurma. Biri çolka kəsdirən bana deyir ki az buna bak çəkil bırak ve bu əri etmək gəzirdi sən. Yani belə çox çətin vəziyyətdəyim mən, xoş qədəm xanım. Saçma kraska qoyuram, bana deyir ki kırmızı baş, mən lağa qoyurlar, xoş qədəm xanım. Ne olur kurban olayım, hoş gələm xanım, bana bir köməklik eləyin, bana. Qaşlarım o qədər qalındı ki, gözümə gün ışığı düşmür. Dünənləri padrugalarımıza gelip gedək şəhərdə gəzək. Sağda baxıram, saat 1'de çölə baxdım, gördüm, qaranlıqdı, deyirəm ki, yox az geçdi, gecə saat 1'de də işimiz var çöldə. Az padrugam yerken sen baş çıxarımda, elə gün orta 1'di. Ben qaşlarımın düşmasından heç ara görəmirəm, xoş qədəm xanım. Bunlarım o kadar uzanıb ki, evə qonaq gələndə elə bilir ki, evin kişisi mənə. Belə çox çətin vəziyyətdə, xoş qədəm xanım, xahiş edirəm, bana kömək eləyəsiniz.